Emine, sen misin? Benim. Ben de şimdi seni kaçırıyordum. Sen şimdi sırtımdaki çuvalın içinde değil misin? Değilim. Peki çuvalın içindeki kim? Yoksa yine babanı mı kaçırıyorum? Yeter ulan yeter! Yeter! Hal-hazırda saat 5-ə işləyir və durmuşam David Goggins kimi ilk işim olaraq cross qaçmağa. Bilmirəm neçə kilometr cross qaça biləcəm, amma yoxlayacağam. Bilmirəm 4 kilometr, 5 kilometr. Və zülmət qaranlıqdır, çöldə bir dənə də insan yoxdur. Maksimum it və pişik ola bilər. Ona görə deyir, qaçmağa davam. Gördüyünüz kimi artıq hava təmiz açılıbdır. Mən isə qaçmağa davam edirəm. Deyir, axır ki deyir, qaçıb qutardım. Deməli, cross qaçışı qaçdım. 12 kilometr qaçdım. Yine deyə bilərsiniz ki, bəs nə həzəfdən nəfəs deyirsən və s. və s. Çünki qaçdım özümdə deyil. Ciyər deyir ki, əldən getmiş. Ona görə deyir, gözlədim 5-10 dəqiqə keçdi. Sonra dedim ki, qoy 5-10 dəqiqə keçsin, bir rahat videoda çıxış edeyim də. Çünki daha yoxsa deyir, ürəyim getmişdi. Deməli, cəmi 12 kilometr qaçdım. 12 kilometrdən çox da, 12 kilometr 200 metr falan. Yəni belə. Bura qədər videonu izləmişsiniz, zəhmət olmasa videonu bəyənməyi unutmayın. Xahiş edirəm, hamı tam dəstək olsun. Bu arada sizə deyir, bu ortamı da göstərim. Deyir, bizim məhlə, görün, belənci.
Gücün sərhədləri yoxdur. Sadəcə olaraq beynin səni aldadır. Ağrı yox, acı yox, davam. Deyir, gördüyünüz kimi qabağımızda deyir buz kimi bir dənə su var. Litrlik su. Gözüm bir dəqiqə deyir, reklam olması deyir, bir dənə bunu çıxaraq, yoxsa deyir spam gələcək. David Goggins deməli bütün hər şey elədikdən sonra soyuq duş qəbul edirdi və ya soyuq küvət deyirlər, vannaya filan girirdi buz kimi su ilə. Biz də dedik ki, həmin belə bir basakumuz var, bununla da deyir videonu yekunlaşdıraq. Yəni buz kimi suda padvalda qalıb da, neçə ildir. Neçə illiyə də ay deyildi. Neyse, indi görək bu buz kimi suyla. Baxaq görək. Buz kimidir, mən bunu nətər gözü görüm, biraz öyrəşim. Şu getdiyə nə olar olar. Deyir, biz Şuşada buz kimi suya girən adamıq, gözü. Oy da bu nədir? Salak, yemin ederim geri zekalı bu çocuk ya. Dostlar doğru. Yani yani hiss eləmirəm də. Neden bu kadar ciddisin? Ne oluyor ya? Oyda. Neyse deyir. Dostlar. Option. Belən çağa. Gördüyünüz kimi deyir burada belə deyim bir günlük elə bir ki David Goggins kimi ola bildik. David Goggins dünyanın ən dözümlü, ən güclü adamlarından biridir. Yəni bütün mentalını köçürdən. Ha dur gel buradan. Bütün mentalını çökürdənə qədər elə bir ki məşq edən adam da, yəni heyvan kimi. Təsəvvür edin, günə sadə qaçışla 30 kilometr qaçır. Hər gün onun sadə qaçışı, səhər rutini 30 kilometr qaçmaqdır. 24 saatda səfər arası 4000 dənə turnik eləyib falan filan. Nəsə, bu qədər. Qısacası Amerikanın bütün ən çətin təlimlərini keçən bir adamdır. Mən də bir günlük onun rutinini eləməyə çalışdım. Deyir, bilirəm də deyir, elə burada deyir ki, şey oxşuyur, amma belə durur. Öbür dostlar. Option. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sən nənəm ya? Videonu bəyən, biraz cəld. Nəysə, görüşənədək gələn videoları izləməyi unutmayın. Dəstək olun, deyir, biz də bir Azərbaycanlı olaraq qabağa gedək. Sağ olun.